Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri vahlul uqdatan min lisani yefqahu qavli. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz cismin səhhətinə diqqət, ruhun səhhətinə isə diqqətsizlik haqqında olacaq inşallah. Təəssüflər olsun ki, insanların əksəriyyəti bu maddi bədənlərinin gözəllik və sağlamlığına önəm verdikləri kimi, ruhlarının gözəllik və sağlamlığına önəm vermirlər. Cisimlərinə qarşı göstərdikləri həssaslığı ruhlarına qarşı göstərmirlər. Bu mövzuya qısa şəkildə bir neçə misal çəkmək olar. Məsələn, bəzi xanımlar bədənlərini, zahiri qiyafələrini gözəlləşdirmək üçün saysız hesabsız pullar xərcləyir və dəfələrlə əməliyyat olunurlar. Bütün bu çətinliklərə, zəhmətlərə ona görə səbr edirlər ki, onların zahiri qiyafələri gözəl olsun və məxsusən də kənardan baxan insanlar onları gözəl görsünlər. Bəs yaxşı, müvəqqəti olan bədənlərini gözəlləşdirmək üçün bu qədər zəhmətə qatlaşanlar, əbədi olan ruhlarını gözəlləşdirərək Allah Teala'nın da nəzərində gözəl görünmək üçün Allah yolunda öz pullarından keçiblərmi? Və haqq yolunda, məsələn, hər hansısa bir çətinliyə, əziyyətə düşüblərmi? Və yaxud bəzi kişiləri də misal çəkmək olar. Bəzi kişilər idmanla sırf bu məqsədə görə məşğul olurlar ki, bədənlərini gücləndirərək gözəl bir formaya salsınlar və kənardan baxan insanlara gözəl görünərək onların diqqətini özlərinə cəlb etsinlər. Müvəqqəti olan bədənlərini gücləndirməkdən ötürü bu qədər çalışıb təlaş edən insanlar əbədi olan ruhlarını da gücləndirərək Allah Teala'nın razılığını qazanmaq üçün hansı işləri görüblər? Onun da üzərində çalışıblarmı ki, ruhları da güclənsin? Əlbəttə ki, əksəriyyət bunu etmirlər. Əksəriyyət insanlar bundan qafildirlər. Misal üçün, bəzi kişilər və xanımlar diyeta saxlayaraq öz bədənlərini gözəl formaya salmaqdan ötürü bütün günü yemək və içməklərinə qarşı həssaslıqla yanaşırlar. Bəs yaxşı, müvəqqəti olan bu bədənlərini gözəl formaya salmaqdan ötürü bu qədər həssaslıq göstərən insanlar əbədi olan ruhlarını Allah bəyənən gözəl formaya salmaqdan ötürü Allah Teala'nın haram və halal buyurduğu yemək içməklərə qarşı da bu qədər həssaslıqla yanaşırlarmı? Başqa bir misal da çəkə bilək. Məsələn, insan bədəni xəstələndikdə dərhal doktora müraciət edərək öz xəstəliklərini aradan qaldırmaq üçün doktorun dediyi hər bir şeyi tam dəqiqliyi ilə yerinə yetirməyə çalışır. Müvəqqəti olan bədəni üçün əlindən gələni edən insan, yəni o bədənin ki, xəstəliyi aradan getsin deyə hər bir şeyi incəliklə yerinə yetirən bir şəxs, əbədi olan ruhunu da günah xəstəliklərindən, sirkabından təmizləməkdən ötürü hansı işləri görüblər? Allah yolunda nə iş görüblər ki, Allahın qapısına gedərək tövbə ediblərmi? Allahın buyurduqlarına da əməl ediblərmi ki, ruhları da günah sirkabından təmizlənsin? Müvəqqəti olan həyatları üçün bu qədər çalışan insanlar əbədi olan həyatları üçün görəsən niyə çalışmırlar? Nəyə görə insanlar müvəqqəti olan həyatı əbədi olan həyatlarından üstün tuturlar? Əgər bu cür insanların gözlərinin qarşısından zülmət pərdələri götürülsə, ruhlarının necə bir çirkin vəziyyətdə olduğunu görərlər. Əgər kimsə bu dünyada Allah Teala'ya qarşı itaətsizlik etsə, mütləq şəkildə qiyamət günü onun ruhu əbədi bədbəxtçiliyə düçar olacaq. Necə ki, Allah Teala Quran-ı Kərimin Zümər surəsinin 56-cı ayəsində belə buyurur. Əuzu billahi minəşşeytanirracim. Yə həsrətə alə mə fərrattu fi cəmbilləh.
Allaha qarşı itaət barəsində etdiyim təqsirlərə görə vay mənim halıma. Allaha and verirəm izzət-i cəlalına xatir. Bizləri də ona qarşı itaətsizlik edən bəndələrindən qərar verməsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.